daxilindədir. Və aprel döyüşləri bu bariyeri aşmağa, dünyanı bura maraq doğurmağa çağırdı ki, bəli, Azərbaycan torpaqları işğal altından azad olundu. Və qoşunların idarə etməsinə gərək hərbi cəhətdən tank qoşunlarımızın hansı maneələ rast gəlinməsi, hansı silahlarla düşmənin müdafiə olunması, hansı hədlərdə və sədlərdə, hansı coğrafi relyeflərdə düşmənin tərtiblənməsi aşkarlandı. Hava hücumundan müdafiə sistemlərimiz, biz onun hesabına 44 günlük vətən müharibəsində indi vətəndaşlarımız zənn edər ki, Gəncəyə atılan mərmi düşdü və mülki halini məhv etdi. Bu, onlarla atılan mərminin biri idi. Çünki Azərbaycan Hava Hücumundan müdafiə sistemini Cənab Prezident o qədər mükəmməl şəkildə təklif etdi ki, Azərbaycanın müdafiəsi idarə etmə orqanlarının, yəni Bakıdan bilirsiniz, idarə etmə vahid komandanlıq sistemi Bakıdan, mərkəzlərdən idarə olunurdu, bölgələrimizdən idarə olunurdu. Bu mərkəzlərin vurulmasıyla, yəni Elbrus, Toçkov və S-400 tipli raketlərlə və digər raketlərlə bizim döyüşü dayandıra bilərdi. Və ona görə də qabaqlayıcı tədbirlər həyata keçirildi. Və yer gəlmişkən bu tək sərhəd ərazilərdə yox, Gəncədə yox, digər elə paytaxtın yaxınlığı Mingəçevir, paytaxtın yaxınlığı Xırdalana da atılır. Əslində Xırdalana atılmasının səbəbi həmin ərazidə bizim məxfi silahların yerləşdirilməsi ilə bağlı idi. Elə belə məsələn onu hədəf almamışlar. Amma Azərbaycan Hava Hücumundan müdafiə sistemləri bu mərmilərin böyük əksəriyyətini havada məhv etdi. Və həmin ehtimallar, düşmə ehtimalı da o idi ki, 6 mərmidən birinin düşmə ehtimalı var idi. Bir startda, bir atəş startında və yaxud 10 mərmidən. Qaydırıq kəşfiyyat bölmələrimizin idarə etmə mexanizminə. Bizdə əsas